Qorxu deyil, daha çox görsənən odur ki, sanki Rusiya və ABŞ bugün koordinasiyalı fəaliyyətdədir. Hətta bu son günlər yenidən Putinin bəyanatları meydana çıxdı. O, Ukrayna ilə iki tərəfli danışıqlara hazır olduğunu bildirdi. Eyni zamanda Amerikanın bir çox böyük informasiya saytlarda, yəni bu agentliklərdə belə bir informasiya yayıldı ki, Putin hətta Krım xarici digər 4 vilayəti Ukrayna verməyə razıdır, qaytarmağa razıdır. Bu yayıldı. Düzdür, bunlar təsdiqlənmədilər. Amma bu məsələni çox belə yüksək səviyyədə pompaladılar, yəni dünyada bir ictimai rəy yaratdılar. Əslində ictimai rəy belə yarandı ki, sanki Rusiya artıq hər şeyə hazırdır. Bax, Rusiya konstruktiv tərəfdir. Rusiya o 4 əyaləti də qaytarmağa razıdır, müharibəni dayandırmağa da razıdır, hətta Zelenski ilə görüşməyə razıdır. Hətta Ruslar indi sonradan onu rəsmi qaynaqlar da etiraf elədilər ki, biz heç zaman bizim Zelenski ilə bağlı heç bir rəsmi şərtimiz olmayıb. Bizim heç bir problemimiz yoxdur. İndi o legitim deyil, özü bilər. O başqa məsələ ki, bir saziş imzalayarıqsa, sonra həmin sazişi legitim saymaya bilərlər. Bu deyildi. Yəni mən düşünürəm ki, əslində burada sanki Tramp və Rusiyanın doğrudan da bir koordinasiyalı fəaliyyəti var. Yəni belə deyək də, Moskva özlərinə düşəni deyir, sonra Tramp başlayır öz solosunu ifadəyə eləməyə. İndi Tramp da bundan sonra bu ərəfədə Trampın planı açıqlandı, 7 maddəlik. Orada bildirilirdi ki, Krım Rusiya keçməlidir, çünki artıq o müzakirə hətta obyekti deyil, çünki çoxdan işğal olunub falan. Sonra Tramp öz açıqlamasında yəni o şərhi verdi. O 4 əyalət qalır Rusiyanın idarə etməsində, yəni belə deyək də, Krımı rəsmi, de jure verirlər Rusiya. Amma 4 əyaləti de facto tanıyırlar Rusiyanın ərazi kimi. NATO ora girmir, o nadir torpaq elementləri ilə bağlı saziş imzalanır. Sonra ora o təhlükəsizlik məsələlərinə qarantiya verilir, amma bunu ABŞ vermir, başqa dövlətlər verir. Ora qoşunlar gəlir, amma bu Avropanın, NATO'nun qoşunları olmur. Başqa dövlətin qoşunları olur, məsələn, Braziliyanın ya başqa kiminsə bir təhlükəsizlik xətti yaranır və s. Yəni, bax, bir çox şərtlərlə Trump'ın belə deyək, dövrəyə girdiyi bilindi və açığı bu şərtlərin demək olar ki, hamısı Rusiyanın xeyrinə olan şərtləri idi. Yəni, burada Amerikanın bu şərtlərlə çıxış eləməsi təəccüblü idi. Yəni, bu baxımdan görünür, Ukrayna və onun müttəfiqləri də düşündülər ki, əslində biz Rusiyanın şərtlərini, Rusiya lazım olanları Trump'ın dilindən eşidirik. Ona görə də, belə deyək də, Zelenski orada bir kübarca deyindi, dedi ki, bu Ukraynanın işğalı ilə biz barışa bilmərik. Əslində, Ukraynanın istər Krım olsun, istər digər ərazilər, coğrafiyalar olsun, ərazilərini doğrudan da Prezident Zelenski verə bilməz. Onun səlahiyyəti yoxdur. Hətta belə bir cəhdi olunsa, təşəbbüsdə bulunsa, onu linç edirlər. Orada milyonlarla insan ölməyibdir ki, bu ərazilər verilsin Rusiya. Başqa tərəfdən də Avropa İttifaqı əslində burada Ukraynanı dəstəklədi. Əslində mən düşünürəm ki, yenə həmin o ideoloji qarşıdurma ki var, o gizli savaş, o gizli savaş yenidən çıxdı ortaya. Yəni, o ulusalçı və küresəlçi güclər yenə üz-üzə gəldilər. Sadəcə bəhanələr, bəhanələr şəraitə uyğundur, yaxud da yerli şəraitə uyğundur. Elə bir təəssürat yaranır ki, bu Ukrayna ilə bağlıdır, bu danışıqlarla bağlıdır, bu Rusiya-Ukrayna məsələn, Trump münaqişəni dayandırmaq istəyir. Amma bunu Ukrayna tərəfi pozur. Ukrayna tərəfi isə deyir ki, mən torpağı, məsələn, Krımı verə bilmərəm, onu Rusiyanı, yəni mən, əslində bu, o demək, geri gəlmişəm, Zelenski deyirdi ki, biz danışaq. Hətta bir aylıq atəşkəs eləyək, amma bu danışıqları ön şərtsiz eləyək. Yəni, öncədən şərtlər irəli sürmüyor. İndi deyək ki, Trump'ın öncə şərtləri var, ön şərtləri var. Deyir, Krımı ver, onu tanı, bunu elə. Məsələn, Ukrayna tərəfi də deyir ki, yox, mən Ukraynanı, Krımı verə bilmərəm. Olsun, yenə oturun, görüşün, danışın, anlaşın. Deyək ki, yox, mən ona görə bunu edirəm ki, Rusiya qarşıdakı 3 il ərzində ümumiyyətlə bütünlüklə Ukraynanı işğal edəcək. Mən səni qorumaq üçün bunu edirəm ki, heç olmasa burada dayanaq ki, güclənəsiz, özünüzə gələsiz, Rusiyanın işğalından qurtarasınız falan. Yəni, əslində bir dənə söz, bir cümlə söz, sanki Trump'ı özündən çıxartdı, qəzəbləndirdi. Onların dünənləri Londonda görüşləri olacaqdı. Birləşmiş Ştatlar, Ukrayna, Almaniya, Fransa və Böyük Britaniya. Bu beşli görüşdə orada müzakirə olunacaqdı. Xarici İşlər Nazirliyi səviyyəsində. Həmin görüşə Amerika öz nümayəndə heyətini göndərmədi. Orada görüş oldu. Bildiyim qədər orada Amerika nümayəndələri iştirak eləməyib. Düzdür, bəzən deyirlər o Kelly olub, amma bir başqa mənbələrdə gördüm deyirlər ki, ümumiyyətlə Amerika təmsil olunmuyubdur. Görüş qapalı olubdur. Zelenski məmnundur görüşlərə. Avropa İttifaqı, yəni Avropa ölkələri belə deyək. İndi orada Britaniyada var, ona görə Avropa İttifaqı deyə bilmərik. Avropa ölkələri və Ukrayna ekspertləri biraz aşağı rangda səviyyədə görüş olub. Qapalı falan o barədə məlumat verməyiblər. Qısası anlaşılan odur ki, bu məsələdə, bu savaşda Ukrayna Avropa İttifaqının himayəsinə
ümid edə bilər, yəni Avropa İttifaqı və ümumiyyətlə Avropa və digər dövlətlər, təkcə burada Avropa deyil, başqa ölkələrdə, məsələn, mən düşünürəm ki, Koreyadır, Yaponiyadır, Avstraliyadır, Yeni Zelandiyadır, yəni bu dairə çox böyükdür, genişdir, digər, məsələn, Kanadadır filandır. Bütün bunlar hamısı Ukraynanı müdafiə edirlər və edəcəklər. Yalnız buradan, bu koalisiyadan bir dənə qıraqda qalan ABŞ-dir. ABŞ-nin də qıraqda qalmasının səbəbi Trumpın hakimiyyətə gəlməsidir. Trumpın siyasətidir. Trump komandasının, yəni Trump administrasiyasının mövqeyidir. İndi məsələn, mən elə bugün şeyin açıqlamasına rast gəldim Zelenskinin. O deyir ki, biz Amerika ilə strateji tərəfdaşıq. Necə ola bilər ki, Amerika bizi müdafiə eləməsin? Necə ola bilər Amerika bizi Rusiya ilə üz-üzə qoysun? Əslində, bugün Amerika bizi hədələyir ki, ya mənim dediklərimi edin, ya da mən çəkiləcəm, gedin Rusiya ilə qalın üzə. Yeri gəlmişkən Rusiyada indi nə qədər o özünü xeyirxah göstərsə də, nə qədər belə humanist falan nələr olsa da, amma artıq dünən Rusiyanın rəsmi bir toplantısında Putin bildiribdi ki, biz silah istehsalımızı 2 dəfə artırmalıyıq. Və ümumiyyətlə hərbi sənaye kompleksi Rusiyanın getdikcə inkişaf edir. Artıq biz də onu əsaslandırıb ki, biz digər Avropa ölkələri ilə də, NATO ilə də savaşa bilərik. Hətta bunlar ehtimal edirlər ki, 30-cu ilə qədər Avropa ilə və ümumiyyətlə NATO ilə və yaxud da Avropa NATO-su ilə Rusiyanın savaşı gözlənilir artıq. Və ona görə də Rusiya sanki buna da hazırlanır.